günləri Qumru Şərifova ilə birlikdə kiçik bir röportaj edəcəyik. Mən suallarımı verəcəm və o cavablayacaq. İlk öncə belə bir sualla başlayaq ki, Qumru Şərifova kimdir? Teşekkür ederim Vanya. Qumru Şərifova anadır, yoldaşdır, psikologdur. Hal-hazırda doktoratura edən tələbədir. Ömrünün sonuna qədər də yəqin ki, araşdırmalar eləyəcək, oxuyacaq və s. və s. Yine Azərbaycan üzərində həyatını sürdürəcək. Bəs psixologiya ilə tanışlığınız necə oldu? 2 ildə Azərbaycandan çıxdım və psixologiya oxumaq üçün Türkiyəyə yollandım. Çox hipnoz və s. kimi şeylər mənə çox maraqlı gəlirdi deyə. Dale Carnegie'nin kitablarını oxuyurdum. Əlbəttə ora gedəndən sonra gördüm işin rəngi fərqlidir. Müəllimlər başa salmağa çalışdı ki, yoldaşlarım var. Artıq son kullanım tarixi keçmiş başladıq. Artıq psixologiyanın içinə baxmağa, artıq məsələn 1-ci sinifdə daha çox beyin işlevləri və s. öyrənməyə başladığımızda bizə sıxıcı gəlirdi ki, okey, bunları başa düşdüm, amma bunları necə istifadə edəcəyik deyə 4 illik bir yol keçdik. Sonrasında artıq uzmanlaşmaq, yəni mütəxəssisləşmək vaxtı idi. Hara yönələcəkdi? Mən də elə qərara gəldim ki, mən klinik psixologiya istəyirəm. Bunun üçün də sonra bütün sənədlər, çalışmalar ki, o vaxta qədər əlbəttə çalışmaq lazımdır. Onun da altını çəkim. Yəni 4-cü sinifdə durduq yerdə mən klinik istəyirəm ya da neuropsixologiya istəyirəm ya uşaq inkişafı istəyirəm deyə bilmirik. Ona qədər çünki praktikaları və s. ona görə hazırlayıram. Praktikalarımı və s. ona görə hazırladım, CV-mi göndərdim, finans məktubları tələb etdim, niyyət məktubları hazırladım, GPA-mi yüksək tutmağa çalışdım əlbəttə və gördüyüm işlər də çox vacib olur bu mərhələdə. Çünki universitetlər bir nöqtədən sonra sənin necə oxuduğuna, nə qədər nə əldə etdiyinə baxmır, səndən necə yararlana biləcəklər, sən universitetə necə bir pozitiv bir altyapı ilə gəlirsən, sabahları səndən necə istifadə edə biləcəklər. Əslində biraz da ona baxırlar. Çünki bir yerdə biz məzun olduqdan sonra da universitetləri təmsil edirik. Və bunun üçün də mülaqatlar olur. Yəni görüşmələr, ön görüşmələr. Və Southampton'da da dünyada 7 tələbədən biri olaraq seçildim. Amma neçə tələbə arasında deyə soruşsaq çox mülaqatlar var. Ailə əmin ola bilərsiniz ki, Hindistanlılar, Pakistanlılar, Avropalıları bir kənara qoyuram. Onlarla mübarizə etmək deyək ki, o mülaqatlarda çox çətin bir şeydir. Southampton'da fərqli mədəniyyətlərdən olan tələbələr olaraq 7 nəfər idi. Bu da bizi həm mədəniyyətlər arası psixologiyada, həm də eyni zamanda da psixologiyanın özünə yiyələmək mövzusunda mənə şəxsim adına çox kömək oldu. Və o dönəmdə biraz keçəndən sonra da mən gördüm ki, bu mənə çatmayacaq, yetmir. Daha çoxuna ehtiyacım var. Çünki Southampton'ı seçərkən başqa bir bölüm daha var idi. Darımda oradan da qəbul almışdım. Amma orada neuropsixologiya idi, bir də hansı universitetlərdən biri idi. Birmingham ola bilərdi, əmin deyiləm ona. Orada da klinik psixiatriya masteri qəbul almışdım. Sadəcə mən Southampton klinik psixologiya olaraq seçdim deyə ürəyimdə ikisinin nöqtəsi qalmışdı ki, yəni çünki çox çətin qərar verdim və Southampton olduğu, Russell qrupu olduğu üçün Southampton'a getdim. Sonra psixiatriyanı əldən çıxartdım Cardifflə. 2-ci masteri elədim onun davamında, hətta paralel olaraq elədim onu. Paralel elədiyim üçün və Southampton'da oxuduğum üçün Cardiff məni daha çox rahatlıqla qəbul elədi. Çünki orada tibb sahəsidir, tibb sahəsinə qəbul almaq da çox asan bir şey olmur. Orada qəbul olandan sonra paralel idi ki, bu arada orada da yaxşı bir endirim alaraq qəbul ala bildim ora. Çünki o endirimi ala bilməsəydim çox yüksəkdir oradakı qiymətlər. Oxumağım çox asan da olmayacaqdı. Və sonrasında da yavaş-yavaş o bölümü də bitirdim. Amma psixiatriyanı 3 ilə tamamladım. 3 ilə orada həm bioloji, fizioloji və s. beyin kimyasını çox yaxşı öyrəndim. Bu məni psixiatriya eləmir. Bunun özəlliyini altını çizmək istəyirəm. Mən psixiatr deyiləm. Amma bu məni alanda araşdırmacı eləyir. Yəni mən bu mövzu ilə əlaqəli çoxlu araşdırmalar eləyə bilərəm. Necə ki, dissertasiyamı da benzodiazepin qrupu dərmanlar üzərində elədim. Hətta o dönəm üçün ilk sistematik dərləmə idi. Təəssüf ki, yayınlayacaq fürsət tapa bilmədim çünki çok ağır bir hamilelik periodu geçirdim sonrasında. Ondan sonra evladım dünyaya geldi. İş, evlat derken biraz üniversitelere gitme gelme mənasında uzaklaştım ama təlimlərim heç vaxt bitmədi bu səfər də. O dönem Cardiff'te hatta paralel iken çünkü 3 illik bir periyoduydu.
O periyodun birinci ilini Southampton'da bitirdim. Cardiff orada paralel bir şekilde getirdim. Sonra artık Türkiye'ye qayıtdıq ve Türkiye'de yadımdadır konsolosluğa gidip her gün kanun için, her yazılar için qaça-qaça ben her gün konsolosluğunda otururam, orada yazıram ve hamilelik periyodumdu. Çünkü çok ağır bulantılarından geçirdirdim ve seyahat için icazə vermirdi həkim. O dönemim de o formada geçti. Bu sefer başladım. En yaxşı təlimləri kimdən necə ala bilərəm yollarına girdim. Bunlarla əlaqəli də dünən konferansda sonrasında çox suallar verildi. Hansı kimdən necə təlimləri almaq olar? Belki de mənim aldığım təlimlərə baxaraqdan da yol izləmək sizlər üçün uyğun ola bilər. Çünkü ben en azından özüm için en uygun gördüğüm insanlarla bu zamana kadar yollarımı birleştirdim, gittim. Hatta İngiltere'den qayıdandan sonra klinik təcrübəmi daha da çok Türkiye'ye uygunlaşmış bir hala getirmək üçün. Çünkü çok çətinlik çəkirdim CBT-də. Benim hakim olduğum CBT daha çok yazıyla, pozuyla vesaire əlaqəli idi. Türk insanında biraz bu ele işləmirdi ve bunun için Türkiye'ye uygunlaşmış bir formada Ebru Şalçoğlu ile başladım ki herkese tövsiye ediyorum bu arada. Ondan sonra yavaş yavaş EMDR'la tanış oldum, yavaş yavaş diğer terapi kollarıyla benim için orada mesela bir cinsel terapi vesaire kimse alacaksa mütləq ve mütləq CETAT-ı öneririm, başka hiçbir kuruma o kadar güvenmirəm. Bunlar biraz reklam kimi səslənir ama en azından benim geçtiğim yollar nedir diye soruşursunuzsa bu yollara sizi de yönlendirebilirim. Siz də şematerapi okeydir yoxsa yox? Elbette bunlar hamısı bilimsel. Soruşmursunuz benden ki bu bir hurafedir yoksa NLP'dir yoksa nedir? Şematerapi bir bilimsel yöntemdir. Öğrenilebilir, istifade edilebilir. Ben özüm geçmemişim şematerapisinden. İstifade edenlerden, yani uzmanlardan eşittiğim kadarıyla bir aile çaprazında bir tool olarak olmadığında yarar var. Niye olmasın? Tələbələrə bir məsləhətiniz olsaydı, ne demek isterdiniz onlara? Ben Onur Güntürk'ünden soruşmuştum onu. Bize meslekimiz dolardı. O kadar demiştik ki bu yolda seve seve et ve hiç vazgeçme. Yani her zaman öz doğru bildiği ve et derdi ve benim doğru bildiğim yol. Doğru yol. Onu demişken bir tane aydınlandım. Herkesin doğru yolu farklı olabilir. Benim doğru da olabilir. Doğru olabilməli, yəni elmə zıdd ola bilər, doğru değil. Elmi yollar. Herkesin, özellikle psixologiya alanında olan herkesin birinci araştırmağı lazım olan şey evidence-based çalışmalardır. Evidence-based yani elime dayalı, ispat olunmuş yöntemler yani. Bunun için eğer ki üniversitelerimizde tələb edin, evidence-based practice öğretsinler size. Üniversitelerimizde tələb ettiğiniz zaman bunu öğretebilmirlərsə mütləq araşdırın. İndi artıq yapay zeka, ChatGPT sual verdiğinizde emin olun çok daha yaxşısını anlatabilir. Böylədir bu arada. Bəzi müəllimlərdən sizdən çox yaxşı elmi şeyləri danışır. Bunu demə ağlayabilir. Çok üzülürüm çünkü bunu böyle bir şey eşidəndə. Yani evidence-based practice'e sahip olun. Birinci diyebileceğim budur. İkincisi sadece süni intellektinden kalmayın. Mütləq kitaplar okuyun. Çünkü her ne kadar süni zeka bugün birçok suallarımızın direkt cevabını verse de MIT'de yayınlanan en son çalışmaya göre biz gördük ki o biraz zihinsel funksiyalarımızı zayıfladı sadece hazır cevaplar almak. Ona göre ihtiyacımız olan şey biraz çok şaxəli olmak. Azərbaycandakı, əslində bundan çox danışmışıq, amma Azərbaycandakı psixologiya sayəsində sizdə boşluqlar nələrdir və sizdə nələr edərək, haradan başlayaraq bu boşluqları doldura bilərik, dəyişə bilərik psixologiya sayəsindəki boşluqları? En çok sen bilirsen. Burada qınamıram birincisi kimisə. Çünkü qınanılacak bir şey değil. İnsan bilmediği bir şeyden məsul tutulmaz. Bilip de etmemek bu daha büyük qəbahətdir mənə görə. Bizler daha yeni doğulmuş bir ölkəyi elə deyək və uzun illər Sovetin tərkibində qalmış bir ölkə olaraq müstəqilliyimiz tam oturmadığı üçün, birilərinə bağımlı qaldığımız üçün aslında birçok şeyi inkişafı ləngiyib diye düşünürəm və bunun nəticəsində də Azərbaycanda psixologiya biraz Sovetlərin təsiri altında qalıb. Ya bunu bir mənalı qarşılamayacaq eşidənlər böyük ehtimalla.
Çünki Sovetlərin vaxtında bugünkündən daha yaxşı vəziyyət var idi deyə bunu inancçılar var, amma bir nöqtədə də haqsız da sayılmırlar. Çünki nə üçündür də izah edəcəm. Çünki ən azından orada bir kontrol var idi. Hər kəs istədiyi vaxtda çıxıb hər şeyi danışa bilmirdi. Hər kəs doğru dildə deyəcəm, ağzına gələni danışa bilmirdi. Bu bir süreçten, bu filtreden geçirdi. Amma təəssüf ki, indi həm sosial medianın istifadəsi, həm televiziyanın əvvəlki qədər çox qorunaqlı proqramları ortaya qoymaması və s. səbəbiyyət verir ki, insanlar çöp məlumatlarına, yəni lazımsız, gərəksiz məlumatlarına qarşı-qarşıya qalırlar. Bu da müqayisəsində gətirir ki, hansı daha yaxşıdır, onu, bunu. Əlbəttə ki, baxdığımızda, çox dərinə baxdığımızda ikisi də yaxşı deyil. Amma hardan başlamaq lazımdır sualı? Birincisi, mən burada hardan başlayayım sualımı etiklə ona görə başladım. Məncə, insanlar etik çərçivəni oturtmalıdır. Yəni, insanlar dediyim bu sadəcə mütəxəssislər üçün keçərli deyil. İnsanlar bir xidmət tələb etdiyiniz vaxtı nəyi tələb edəcəyinizi bilməlisiniz. Bunun üçün də əslində, bunu bilməyin də yolu məlumatlı olmaqdan keçir. Məsələn, bugün televizorda açıb baxırsınızsa bir uşaq üzü açıq bir formada və bir mütəxəssis, bunu dırnaq arasında mütəxəssis deyəcəm, çünki mütəxəssis demək üçün bu etik qaydaları bilməsi lazımdır. Bir həkimin, bir psixoloqun, klinik psixoloqun ya da hər hansı bir psixoloqun. Amma açıq, aydın göstərirsə, mən bu uşaqla bu formada işləmişəm, bu o deməkdir ki, onun Potensiallı qorunmur bu insana. O mütləq. Amma biraz nəticəsindən bəhs edəcək olsaq, başqa bir ölkədə bunu edən insanı çox ciddi yaptırımlarla qarşı-qarşıya qala bilər. Ən azından məhkəməyə çıxa bilər, bir neçə dəfə təkrar etsə bunu diploma əlindən alına bilər. Yəni, mütəxəssisliyi sual altına alınır bu insanın. Ən azından heç olmasa bir dəfə uyarı edilər ki, bu insana bunu etmək olmaz. O etməyə davam edərsə, onda fərqli bir cəzalar əslində edilər bu insana və beləliklə də əslində bunun önü kəsilə bilər. Dağılında əlbəttə ki, elə bir şey formalaşır ki, demək ki, belə də olmalıdır. Mən heç yadımdan çıxmır, bir vakam mənə şəkillərini göndərdi, əvvəl və sonraki şəkilləri. Yemək pozuntusu ilə başvurmuşdu, bu Türkiyədə bir vakaydı və zəifləmişdi, arıqlamışdı. Arıqladıqdan sonrasında da mənə şəkilləri göndərdi ki, bu sizin uğurunuzu, bunu paylaşa bilərsiniz, əvvəl və sonra. Və mən orada dedim ki, mən bunu paylaşa bilmərəm, yəni bu etik deyil ki, bu mümkün olan bir şey deyil. Yəni, hər nə qədər sən icazə verirsənsə belə, sən istəyirsənsə belə, okey, sən özün öz səhifəndə paylaşa bilərsən, çox istəyirsənsə, etiketləyə də bilərsən məni, çox istəyirsənsə, amma mənim bunu sənin səhifəndən alıb ya da etiketivə qəbul edib, onu paylaşma yetkim yoxdur. Yəni, bunu eləyənlər var. Əlbəttə var. Təbii çoxdur. Bu yaxınlarda birinin səhifəsində baxmışdım, sizə də öz atmışdım da. Blogerlərlə birlikdə, sonra da görüşməsi falan şoka düşdüm, həqiqətən. Yəni, mən hansısa bir bloger mənim yanıma terapiyaya gələ bilər, amma mən onun səlahiyyətlərindən istifadə edib özümə reklam edə bilmərəm. Və hansısa bir blogerin mənim yanıma gəlib gəlmədiyini heç kim bilə bilməz, bilməməlidir də. Normal olaraq. Amma mən bunu reklam məqsədi daşıyaraq istifadə edirəmsə, okey, məsələn, mən bir bloger xidmətindən, deyək ki, reklam üçün yararlanmaq istəyirəm. Bunun üçün nə edə bilərəm? Blogera xidmətlərimin reklamı ilə bağlı, məni tərifləməsi ilə bağlı deyil əlbəttə, amma reklamları, yəni, tutaq ki, bu terapiyalar bu mərkəzdə olur kimi reklam verilə bilər. Amma orada ilin psixoloqu, nə bilim, ən yaxşı klinik psixoloq, nə bilim, bunları... Xəstə təhsil almış psixoloq. Yəni, başqa möcüzəvi yöntəmlərlə çalışan psixoloq və s. kimi belə şeylər, cümlələr görürsünüzsə, son sürətdə qaçmaq lazımdır. Çünki bir psixoloq bunu edə bilməz.